Hər gün nəsə baş verməlidir və biz öz deputatlarımızın sözlərindən utanmalıyıq. Zahid Oruç keçən gün Milli Məclisin görüşündə deyib ki, gender bərabərliyi sözündən imtina eləyək, çünki bu bizim cəmiyyətimizin dəyərlərinə qarşı çıxır. Deyib ki, gender sözü bizim əleyhimizə yumuşaq güc silahı kimi istifadə olunur və cəmiyyətimizin dəyərlərini dağıdır. Deputatımız iddia eləyir ki, bu söz ailə dəyərlərimizi, tariximizi, hüquq sistemimizi təhdid eləyir. Yeni Avropa, Qərb, Amerika söhbətlərini iç-içə salıb hər şeyi yaddan çıxartmağa çalışırlar, amma unutmayaq ki, Sabirabadda 15 yaşındakı qız evli olub, evlənib, toyu olub, hamı bu toya gedib heç olmamış kimi reaksiya verib, 16 yaşında da evləndiyi həmin adam tərəfindən sonra da bədəni kürə atılıb. Hazırda ölkəmizdə ailə ilə bağlı baş verən hadisələr bunlardır. Bir müddətdə hamımızın danışdığı ilə bağlı isə biz nə görürük? Blogerlərdir, məşhurlardır, sırf yalan təbliğat olaraq storylər paylaşırlar. Bu mövzular haqqında insanları danışmamağa çağırırlar. İndi isə xalqın seçdiyi deputat Zahid Oruç, hansı daha çox ailə dəyərlərini pozur. Yeni Sabah saytında yazılıb ki, deputat oxunaraq bildirib ki, 2024-cü ildə 639 Sonra da deyib ki, Avropada bu rəqəmlər daha dəhşətlidir. Siz nəyə qoyub nəyə danışırsınız?